Son dövrlər geniş yayılmış mövzulardan biri də aclıq aksiyalarıdır. Aclıq aksiyalarına dair ölkə qanunvericiliyində konkret norma yoxdur. Aclıq aksiyası nədir, nə cür olur, tənzimlənməsi necədir? Amma ümumiyyətlə bütün dünyada geniş yayılmış etiraz formalarından biridir. İlk dəfə Hindistanda olub aclıq aksiyası. Ən məşhurları isə Hindistanda və İrlandiyada olur. Aclıq aksiyası müəyyən fikrin, sözün ifadə olunmasının bir metodudur və ya etiraz metodudur. Təcrübədə ən çox istifadə olunan aclıq aksiyaları adətən məhkumlar tərəfindən olur və yaxud da yaxınları məhkum olmuş şəxslər tərəfindən onlara həmrəylik göstərilməsi məqsədilə. Azərbaycan Respublikası qanunvericiliyində Konstitusiyanın 47-ci maddəsi var, 49-cu maddəsi var bununla bağlı. Hansı ki birbaşa göstərilmir, amma fikir və söz azadlığı, sərbəst toplaşma azadlığına dolayısıyla tənzimləyən normalardır. Lakin heç bir qanunvericiliyi aclıq aksiyasının edilməsi qadağan edilməyib. Adətən BMT-nin müvafiq protokolları, normativ aktları ilə tənzimlənir və hüquqi adət xarakterlidir. Heç bir dövlət məmuru aclıq aksiyasının qabağını ala bilmir və heç bir dövlətdə bu qadağan deyil. Sadəcə ən zəruri hallarda aclıq aksiyası şəxsin həyatı üçün təhlükə olanda dayandırıla bilər. Bu da əksinə bəzi beynəlxalq məhkəmələr tərəfindən qadağan olunur, pozuntu kimi sayılır.